Buradan biznes qrup mağaza açıram. Gün 7. Bir neçə gündür gözləyirdik ki, vurduğumuz həmin o üzdük, astardı, hər nəsə onlar qurusun və qurumuşdu və biz də gəldik ki, səhər-səhər tezdən təmizlik işləri aparaq. Çünki artıq emulsiya vurulacaqdı. Nəysə ki, gəldik təmizlik eləməyə. Təbii ki, mən tək gəlməmişəm, qardaşımla gəlmişəm. Demək olar ki, 90% o elədi. Düzdür, nə qədər də desəz ki, təmizlik xanıma aiddir, amma bu işlər həqiqətən də ağırdır. Mən evimi hazır təmirlə almışdım. Təmirdən sonraki təmizliyin bu qədər ağır olduğunu bilmirdim. Əlavə olaraq da ki, rayondakı evlərimiz təmir olunanda balacaydım, bu işləri görməmişəm. Ümumiyyətlə mən heç vaxt belə təmirdən sonra təmizlik işlərini görməmişəm. Doğrudan çox ağır idi. Yəni Raminin gücü çatırdı. Mən o qədər də belə gücüm çatmırdı. Sağ olsun bu yerdəki bu astar üzdüklərin şpaplovka deyək də yerə tökülmüşdü. Desəz ki, niyə klonka sərməmisiz? Heç cür mümkün deyildi. Çünki dəfələrlə oldu. Biz orada padloku başqa cür düzəltmək istəyirdik. Sonra alınmadı, sökdük, sonra yenə ona vurduq, üzdük, astarla divara dəfələrlə vuruldu, əridi falan var. Yəni bu bir dəfə olmam, bir neçə dəfə oldu deyəni mümkün deyildi ki, biz ora hər dəfə klonka sərək, klonka sərəndə də hər dəfə o klonkanın yığışı səsini sərmək mümkün deyildi. Çox adam gəlib gedirdi deyənə. Ona görə də məcburən belə bir hal yarandı burada və bunun da qarşısını heç cür ala bilmədiyimizə görə məcburən başlayırıq belə biz artıq bunları möhkəm yerdən sürtüb çıxartmağa. Sözün düzü belə deyim də, neçə dəfiyə təmizlənən bir şey olacaq. Biz nə qədər də indi çıxartmaq istəsək çıxarta bilmədik. Həm də biz bilirdik ki, emulsiya vurulacaq. Biz sadəcə üzdən belə təmiz yapardıq ki, əsas o ağ olan yerləri biraz daha təmizləyək. Amma dəfələrlə silinəndən sonra, nə bilim, acıyla, xlorla, isti suyla siləndən sonra düzələcək. Emulsiyanın rənglərini gedirik seçməyə. Əslində mən mağazanın dizaynını tam fikirləşmişəm. Hansı rəngdə nə eləyəcəm bilirəm. Gedirəm ki, daha dəqiq beynindəki rəngləri tapım və tapıram. Alırıq biz istədiyimiz rəngləri, emulsiyanın rənglərini qoyuruq və gedirik güzgü bugün o qədər güzgünü götürməyimə sevinmişdim ki, uşaq günümüzdə sevinci yəqin görə bilirsiniz. Güzgü çox ürəyimcə çıxıb və çox bəyəndim. Bilmirəm, nədənsə güzgü çox sevindim güzgümə. Daha sonra bu paduqalardan qalmışdı qapının üstü. Ora pərdəli alıb vurduq ki, gələcəkdə istəsək pərdə vuraq yuxarı hissələrinə. Burada çox ürəyimcə çıxır, qəşəng görsənir. Amma bu günə təəssüflər olsun ki, emulsiya vurulmur. Çünki bəzi işlər qalmışdı, onlar görülməli idi. Ona görə emulsiya qalır 8-ci günə. Məni takib etməyi unutmayın.